Salam, hər vaxtınız xeyir olsun. Uşaqlar üçün kətə eləmək istəyirdim bu İrəvan kətəsindən. İndi un götürəcəm. Bizdə belə stakan var. Bunu həmişə ölçü stakanı eləyirik. Şirniyyatlar üçün, nəysə üçün ölçü stakanı bunu işlədirik. Bunu onun üçün saxlamışıq. İndi bundan götürəcəm. Bir porsiyaya 4 stakandır. Mən istəyirəm porsiya yarım eləyim ki, biraz artıq olsun. Çünki ondan az çıxır. Bizdə də uşaqlar onu çox sevirlər. Elə bir dəfəyə yeyəcəklər. Tez qutaracaq. Amma istəyirəm sabahlarım məktəbə də aparsınlar. Rəna aparacaqdı. Onsuz da Məleykə evdədir, kanikulda olaraq. İbtidai siniflər üçün kanikuldur deyə. Ona görə o hələ ki evdədir. Bu kətənin də hər şeyi soyuducudan olmalıdır, sərində, soyuq olmalıdır. Ona görə hər şeyi elə burada saxlamışdım. Yağ bu dəfə bundan aldım. Bundan birinci dəfədir işlədirəm. Heç bundan almamışdım. Şirniyyat üçün də, yəni bunun onsuz da yeməklərə falan yox. Amma şirniyyat üçün həmişə final işlədirdim. Bu dəfə bundan aldım. Yəni elə bir fərqi yoxdur deyim. Yəni finaldan seçilmir. Yumurta da götürüm. Burada da yumurtanın biri qırılıbdı. Elə onu qabağa qoydum ki, onu işlədim. Sara götürmüşdü, əlinə qırıbdı. Mənə 3 dənə yumurta lazımdır. Bir də qatıqın, burada qatıq işdə qatıq gedir. Burada elə qatıq var biraz, onu götürəcəm. Bir də burada qaymağım var. Qaymaq da eləyəcəm. Ona görə yağı birazca azaldacağım. Çünki qatığın qaymağı onsuz da yağlıdır. Elə neçə vaxtı gələndən yığmışam ki, dursun bunda. Mən ona şirniyyat eləyim. Çünki elə də yeyilmir. Yemirlər ona görə. Bir də burada tortamız var. Torta istəyirəm. Tortanı da ona işlədim. Bu yağın tortasıdır. Yağı əridəndə 2 dəfədir. Bu torta qalır. Elə onu da işlədəcəm indi ona. Birinci dəfədə torta işlədirəm. İnşallah ki, yaxşı alınır. Umacımız hazırdır. Bir də unla, yağ, bir də tortanı belə umac elədim. Belə çörkanla da çəkdim. Burasını yekə gözündən çəkdim yağı. Sonra əlimlə ovurdum. Umac hazırladım. İndi bura qatacağım yumurtaları. 3 dənə yumurtanı. İndi üstünə də belə soda qatım, qatığa soda qatım. Bu qədər bəs olar. Qarışdırım onu. Bir də bunu qatacağım. İndi bunu tamam sıyırım içindəkini. Bir də bu qatığın qaymağını qatacağım içinə. So, xəmir yoğuracağım artıq. Xəmirimiz hazırdır, kündələdim. Biraz bunları yekə elədim ki, daha belə kətələr alınsınlar. Bunlardan yəqin ki, o siqaret deyirlər. Onlardan eləyərəm ki, biraz cürbəcür olsunlar. Yekələrdən də kətə eləyərəm. İndi burada kətənin içini hazır eləmək istəyirəm. Deməli, bura 2 stəkan un götürəcəm. Yox, 3 stəkan götürüm ki, görsün, bir dən görməz içini. Bir də yenə 2 stəkan şəkər, bir də yağ, duru yağ tökəcəm. İndi o da gözə yarı baxıram, görüm nə qədər olur, nə qədər bəs eləyər. Həmişə gözə yarı eləyirəm. Un bu qədər bəsdir. İndi şəkəri də töküm, içliyi hazır eləyim. Qoz yoxdur deyə. Elə bayramdan qalmışdı, biraz onu işlətdik şirniyyata, başqa şirniyyata. İndi uca yoxdur. Görüm onu necə açıram. Deməli, ondan sonra şəkər də qatdım. Duru yağ da qatdım. İndi həmişə şirniyyatdan sonra gərək bu qabları siləm. Çünki əlim ununu vururam, bulanır buraları. Gərək bunları silib, təmizləyib qoyum yerinə. Yağ da tökdüm, duru yağ. İndi bunu qarışdırım. Sonra da əlimlə eləyəcəm. Çünki qaşıqla tamam yaxşı umac alınmır bundan. Deməli, şəkər, yağ, bir də duru yağdır. Duru yağ, şəkər, un qatmışam içinə. İndi bu da içlikdir. Bunu da hazır eləyim. Sonra artıq xəmirlərimi yayım. Mənə bu oxulub rahatdır.
Buna vərdənə deyirlər. Mənə bu daha rahatdır. Nəinki o belə düz olan oxlovdan. Bununla eləyirəm həmişə işlərimi. Her şeyi yazmak lazım değil mi? Kətələrimiz də hazırdır. Artıq bişirdim, bitirdim, soydular. Belə qazana yığmışam. İndi bunu da torbaya keçirim çünki üstü çoxdur, qapağı bağlanmır, açıq qalar. Belə alındılar, qəşəng. İçi də xəmir olmadı. Qəşəng çıxdılar, şükür. Çünki məndə qabaqlar bu kətələr heç alınmırdılar, qəşəng çıxmırdılar, köpmürdülər, içi xəmir alınırdı. Amma indi şükür, qəşəng köpürlər, içi də qəşəng olur. Burada da artıq Rəna üçün qoymuşam. Onun sumkasına o lunch box yekədi deyə sığışmır. Ona görə torbada qoydum. Kitablar o qədərdir ki, başqa şey heç nə sığışmır. İndi də burada şor almışıq. 2 kilo almışdıq. 3 günə bitdi o. Elə səhər axşam elə mən özüm şor yedim. Çox sevirəm. Neçə vaxtdır ürəyim istəyirdi. Yaxşı şor tapa bilmirdik. İndi bunu aldıq. 3 kilodur burada. Bunu yarısını saxlayım yeməyə. Qalanını da belə 2 yerə bölüm, pingvinlərə qoyum, doldurum, qoyum dondurucuda dursun. Bitdikcə dondurucudan götürürük, işlədirik. Çox qəşəng şordur, nehrə şorudur bu. Çox dadlıdır.